Ola bilsin dünyada mı? Yəni dünyada bu sistemi bəzi nazirliklər, bəzi təşkilatlar həyata keçirdi. Biz də Vəhdət Partiyası kimi ilk dəfə sədrin müavini təyin eləmişik və hal-hazırda onun üzərində iş gedir. Süni intellekt sədrin müavini olacaq, qadın olacaq, Azərbaycan qadın olacaq və siz düşüncəndə, mən düşüncəmdə siz düşünərsiniz ki, hansı ad ola bilər? Yəni nə olacaq? Məsələn, mən bir jurnal çıxmanda necə açıqlamağı təqdim edəcəm? Siz açıqlama kimi verə bilərsiniz. İlk dəfə dünyada, Azərbaycanda ilk, şərq dünyasında, şərq həmişə birinci olub axı. Hər bir şeydir. Deyəcəmişəm, bu çox maraqlı bir əslində yanaşmadır. Müasir texnologiya, süni intellekt bugün dünyanı əlinə alıb, amma məsəl üçün siz çox kreativ insan kimi görsəndiniz hal-hazırda, heç kimin ağlına gəlməz ki, süni intellektdən kimi sözlə müavin təyin edərsiniz. Maraqlı yanaşma deyir. Simon olacaq bizim xanımımızın adı. Bizim işlərimizi çox yüksək səviyyədə köməklik göstərəcək.